Son illərdə Azərbaycanda estetik əməliyyatlara maraq nəzərə çarpacaq dərəcədə artıb. Gəncləşmək, müəyyən qüsurlardan xilas olmaq istəyən insanlar getdikcə daha çox bu prosedurlara müraciət edirlər. Amma əməliyyatların artması ilə yanaşı onların fəsadları da çoxalıb. Buna səbəb isə bir çox hallarda vətəndaşların qeyri-peşəkar şəxslərə müraciət etməsi və ya lisenziyasız klinikalarda əməliyyat olunmasıdır. Bütün bunların nəticəsində isə insan həyatı üçün ciddi təhlükələr yaranır. Qanunvericilikdə açıq şəkildə bildirilir ki, əgər həkim və ya klinikanın məsuliyyətsizliyi nəticəsində xəstənin sağlamlığına ciddi zərər dəyərsə, bu cinayət hesab olunur. Belə hallarda tibbi fəaliyyət hüququnun məhdudlaşdırılması, hətta azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Mütəxəssislər vurğulayır ki, estetik əməliyyatlar yalnız ali tibbi təhsili olan və Səhiyyə Nazirliyinin verdiyi fəaliyyət icazəsinə sahib həkimlər tərəfindən aparıla bilər. Əməliyyatların keçirildiyi klinikalarda rəsmi lisenziya, sanitar epidemioloji icazə olmalı, əməliyyatxana müasir tibbi avadanlıqlara təchiz edilməlidir ki, insan təhlükəsizliyi baxımından hər bir prosedur etibarlı, keyfiyyətli və standartlara uyğun aparılsın. Estetik əməliyyat barədə düşünən hər bir insan ilk növbədə bütün bu sadalanan faktorları əsas götürməli, həkimin ixtisası, klinikanın lisenziyası və şəraitini öncədən diqqətlə araşdırmalıdır. Nigar Abbasova, 525-ci kanal.